Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İyun ayının qeyri-iş günləri açıqlanıb. Xəbər verilir ki, 6-7 iyun Qurban Bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq iyunun 7-si şənbə gününü təsadüf etdiyindən 5 günlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban Bayramı ilə əlaqədar ardıcıl olaraq 6, 7, 8 və 9 iyunda iş olmayacaq. 15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən 5 günlük iş həftəsində 16 iyun iş olmayacaq. İyunun 26-sında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftə sonları da daxil olmaqla iyunda 13 gün qeyri-iş günü olacaq.